Bu filmdə kainatın ən kiçik tərkib hissəsini, yəni atomu sizinlə birlikdə təhlil edəcəyik. Dərsliklərdə çox zaman bizə cansıxıcı mövzu kimi görünən atom əslində çox vacib həqiqətləri əhatə edir və bizə Allahın varlığının mühüm elmi dəlillərini göstərir. Atomlar hər yerdədir. Maddə dediyimiz hər şey, yəni bədənimiz, evimiz, otağımız əslində hər biri atomlardan təşkil olunmuşdur. Ətrafımızdakiləri maddə olaraq qavramağımızın səbəbi isə atomların orbitində olan elektronların fotonlarla toqquşması və atomların bir-birini cəzb etməsi və itələməsidir. Hal-hazırda oturduğunuz kresloya əslində toxuna bilmirsiniz. Bədəninizin atomları paltarınızın və kreslonun atomlarını itələyir. Və bu itələmənin gücünə görə toxunma hissiniz meydana gəlir. Əslində əlimizlə tutduğumuz maddəyə belə toxuna bilmərik. Çünki əgər toxunsaydıq, maddə ilə kimyəvi reaksiya girərdik və bu təqdirdə də heç vaxt həyat mövcud olmazdı. Bədənimizi təşkil edən trilyonlarla atomun hər biri saniyədə minlərlə kilometr sürətlə fırlanan elektronlarla doludur. Siz hiss etmirsiniz, ancaq bədəninizin hər hissəsində ağlasığmaz sürətlə fırlanan və heç vaxt müvazinətini itirməyən, dağılmayan, parçalanmayan atomlar var. Bəs bu müvazinət necə meydana gəlir? Hər şey böyük partlayışla başladı. Torpağın qoxusu, göy üzünün parlaq maviliyi, hər şey bir vaxtlar sonsuz sıxlığa və istiliyə malik bircə nöqtədə toplanmışdı. Elm adamları bu anın təqribən 15 milyard il əvvəl olduğunu hesablayıblar. Bu an maddənin tərkib hissəsi olan atomun və subatom zərrəciklərin böyük partlayışın ardınca əmələ gələrək birləşmə prosesinin başlanğıcı idi. Hər şey ən incə təfərrüatına qədər hesablanmış, həyatı əmələ gətirəcək bütün sistemlərin tərkib hissəsi bu ilk andan etibarən müəyyən plan daxilində formalaşmağa başlamışdı. Atomun quruluşu fizika və kimya kitablarında hər tərəfli izah edilib. Ancaq bir cəhətin üzərindən hər dəfə ötüb keçirlər. Bu cür kiçik həcmə malik, bu qədər həssas müvazinətlərə əsaslanan sistem necə meydana gəlmişdir? Nə üçün Big Bang-dən sonra proton və neytronlar birləşmiş, elektronlar bunların ətrafında fırlanmağa başlamışdır? Necə olub ki, bu ağlasığmaz hadisə kainatın hər nöqtəsində təkrarlanmış, sonsuz sayda atom adlanan bu qüsursuz form əmələ gəlmişdir? Atomun mənşəyi ilə bağlı bütün bu suallar bizi yeganə nəticəyə aparır. Bütün kainatda şuurlu dizayn hakimdir. Elm adamları kainatdakı bu qeyri-adi dizaynı həssas əyyar adlandırırlar. Bu isə bütün kainata hakim olan bir yaradanın varlığını göstərir. O, üstün yaradan, bütün aləmlərin Rəbbi olan Uca Allahdır. Göyləri və yeri icad edən, yoxdan yaradan O'dur. Bir işin yaranmasını istədiyi zaman ona o işə yalnız ol deyər, o da fövvrən olar.